Selamun aleyküm. Umarım halınız yaxşıdır ve günleriniz xeyir olsun. Əziz dostlar, bu Hünəri Cəng adlı kitabçı dedik. 2000 ta 3000 il bundan qabaq yazılıbdı Çində və bu günləri dünyanın bir çox danışıqlarında, zahirən savaş danışıqlarında, cəng danışıqlarında oxurlar. Onun tərcüməsin Hünəri Cəng adında tərcümə ediblər. Mən onun 9-cu fəslinin yarısında 119-cu səhifədən bu günləri oxuyacağam. Bu fəsli qutaracağam və çox yavaş-yavaş kitabı yarıdan geçirmişik və umarım ki tezlik qutaraq. Shen Hao adlı bir stratejist deyibdir ki, əgər bir dəlil düşmən dərxwast mütarikə kərd, diqqət buyurun, bunlar bizə çox mühümdür. Bunlar ki, düşmən neyinir, ondan bir əlayim gərək baş tapaq. Bu bizə çox mühümdür. Xüsusən ki, biz təcrübəmiz çox azdır. Bunlara gərək diqqətli olaq. Siyasi təcrübəmiz az olduğu üçün. Əgər mənim eləyə bilsəm qabaqşını baxaq, bu səvari nizamı filanı çıxandan sonra dedi ki, yetişdi siyasi danışıqlara. Dedi, əgər gördünüz ki, düşmənin səfiri gəldi sizin elçisi, səfir elçicə, elçisi gəldi sizin yanınıza və sizin yanınızda çox sizi özün kiçildərək, furutanənə, yəni özün kiçildərək, özün əskik görsədərək danışdı. Bilin ki, düşmən istəyir, pişrəvilik edəsin. Əgər gördünüz Azərbaycan, Güney Azərbaycan Cumhuriyyətində, yəni biz gərək bu, bilirsiniz, mənim nəzərimə Güney Azərbaycan Cumhuriyyətini gərək deyək. Çünki biz gərək indi bir dövlətin varlığına inanaq. Deyək ki, Güney Azərbaycan Türk Cumhuriyyəti. Bunu rəsmi siyasi ədəbiyyata geçirdik. Yəni, siyasi ədəbiyyatda danışanda biz deməyək Güney Azərbaycan. Biz deyək Güney Azərbaycan Türk Cumhuriyyəti. Yəni, biz bunu bir dövlət kimi ədəbiyyat-ı siyasidə, həm öz türklərin ədəbiyyatı siyasində, həm farsların ədəbiyyatı siyasində, farslar gəlsində bizə həmləsinə, yox, Türk Cumhuriyyəti, Türk Güney Azərbaycan Cumhuriyyəti adında bir dövlət yoxdur. Önəm daşımır. Onlar biz bu fikri eləsinlər. Hətta bizim özümüz əgər ağıllı olsaq, gərək bu fikrin üstünə toplanaq. Yəni, bir də bunu nəqd eləsin. Yox, ağa, Türk Cumhuriyyəti, Güney Azərbaycan Türk Cumhuriyyəti nədir filan bəhman. Bu bahis olar ki, bu bəhs bizim millətimizin içində və düşmənimizin içində güclənər. Eyni halda dünyadadır. Hər halda, əgər gördük ki, bizim Güney Azərbaycan Türk Cumhuriyyətinin, mən bundan bu kəlməni beləsi işlədəcəm. Biz dövlətçiliyimizə görə özümüz əvvəl inanaq. Və heç olmasa özümüz, öz zehnimizdə bilək ki, bizim bir dövlətimiz var. Və o dövləti o qədər təkrarlayaq ki, insanlarımız buna inansınlar. İranın yerinə biz Güney Azərbaycan Türk Cumhuriyyətinin insanlarımızın zehninə geçirməliyik. Farslar bizi brainwash ediblər, bizim zehnimizə İran, farsçılıq getirdiblər. Biz gərək insanlarımızı rivaş eləyək beyinlərin. Yəni, beyinlərin yuvaq, təmizləyək və öz millətimizin milli mənfəət üçün olan sözləri dolduraq. Onun üçün biz millətimizə daimən bu ki, Güney Azərbaycan Türk Cumhuriyyəti, Təbriz Güney Azərbaycan Türk Cumhuriyyəti şəhridir ya paytaxtıdır. Ərdəbil Güney Azərbaycan hər yer. Yəni biz beləsi danışaq. Yəni Ərdəbildən, Ərdəbil haradır? Ərdəbil Güney Azərbaycan Türk Cumhuriyyətinin bir şəhəridir. İndi burada bunu da deyim, indi ki, bunu gəldik. Güney Azərbaycan Türk Cumhuriyyəti nə cür idarə olacaq? Əcəba mərkəzli idarə olacaq, Tehran kimi ki, bu gün vardır, yoxsa federal idarə olacaq? Mənim şəxsi nəzərim budur. Güney Azərbaycan Türk Cumhuriyyəti bir federalist olacaqdır. Yəni, federal bir məmləkət olacaq. Niyə? Çünki bu, hər iyaləti özünün haqqı olsun.
Yəni burada deyilməsin ki, Ərdəbil, Təbriz filan. Yox, bunlar hamısı müstəqil olsunlar, hüquq bərabər haqları olsun, özlərinin haqları olsun, qonşuları ilə, filanları ilə, bəhmanları ilə. Amma biz bir dənə də bu məmləkətimiz müstəqil Güney Azərbaycan olsun. Bəs Güney Azərbaycan federalisti sistemdə idarə olmalıdır mənim nəzərimdə, amma müstəqil olmalıdır. Tamam. İndi deyəcək düşməniz, farslar. Gəldilər sizin başınızı İran, Azərbaycan səri İranəs dedilər. Mən iftixar mikonam, mən Türkiye falan, bəhman bunlardan dedilər. Deyir, bu zaman ki, özlərinin aşağı görsətməyə çalışır, bilin ki, bunların hədəfləri daha çox sizə əzmaqdır. Yəni, əgər Əhmədi-Necad, Xameneyi, bu gəlir televizyonda görsədirlər ki, mən bunu düşünmədim, dostlar. Bizlər nə ki, siyasi adamlar deyilik, siyasi içəlməmişik. Bir zaman, indi o zaman şeydi, Niruy İntizaminin fərmandehiydi. İndi nümayəndə məclisdir. Bir cələsiyə çağırmışdı xəbərnigarları. Mən də üzümə saldım, onda radyo fərdiyə işdirdim, getdim o cələsiyə. Bu adam dedi ki, Azərbaycan şəhri sefiddir məvadı müxəddirdə. Yəni, üzr istəyirəm, Ustan-ı sefiddir məvadı. Yəni, Azərbaycan, mən bunu düşünmədim. Gəldim, hətta radyo fərdiyyatında bu xəbər yazdım ki, İranda hər yerdə məvadı müxəddir var, Azərbaycanda yox. Heç vaxt düşünmədim, brainwash belə olur. Heç vaxt düşünmədim ki, olan bunun mənası budur ki, Azərbaycan boş bazardır məvaddı müxəddir üçün. Məvaddı müxəddir kartellərinə, qaçaqçılarına deyir ki, Azərbaycan boş ağdır. Niyə burada işləmirsiniz? Bu bazarı niyə əldən vermirsiniz? Bir il çəkmədi Azərbaycan doldu məvaddı müxəddir. Bu brainwash belədir. Biz bunların mənasını bilmirik. Bu siqnaldır verirlər. Maşınlar necə çönəndə gərək siqnal verirlər. Sağa çönür, sağ çırağı yandırır, sola çönür, sol çırağı yandırır. Torumuz tutanda daldaşı çıraqlar yanır. Bu siqnaldır verir ki, nə var, mən nə inirəm. Bizim də belə bir şeylər var. O zaman ki, adam gəlir deyir ki, Azərbaycan daha Tehrandan budca gəlməyəcək, Tehrana gözünüzü tikməyin, siqnal verir. Azərbaycan daha çox talan olacaqdır. O zaman farslılara deyir ki, budca sizə çox gələcəkdir. Daha nələr deyə bilər? Biz gərək bunları daimən bizim bir insanlarımız ola, bunları türkçə dilə beyin fırtınası. Beyin fırtınası yaradaq. Yəni, zehnimizə, ağlımıza gələni gərək bir-birimizə deyək ki, bundan hədəfləri nədir? Ta içindən əsli amacların, ya neçə dana amac ola bilər düşmənin, onları çıxadıq. Bir dəfə də dedi ki, əgər düşmənin adamları gəliblər, sizinlə elə danışırlar ki, sizi toğlamağa çalışırlar və siz eyni halda görürsünüz, düşmən sizin üstünüzə yücürür, sizin dilizi, fərhəngizi, kültürünüzü günü-gündən təhqir edir. Onda deyir, bilin ki, olur, dalı oturmaq halındadır. Yəni, nə mənə? Əgər indi ki, görürsünüz, əsr cədid və televizyon və radyolar, filanlar, bəhmanlar, pan-iranistlər hər yerdə, İçəridə və Amerikada, Avropada olan radyo televizyonları, görürsünüz ki, sizin dilinizin üstünə gəlir, bunu bilin. Siz güclü hərəkət edirsiniz. Sizin gücünüzü görürlər. İstəyirlər sizin ki, sizi sındıralar. Bunu da görün. Yəni, siz, məsələn, mən dünənləri bir şuar eşitdim, vaqəən sevindim. Bu bayraq ki, mənim arxamdadır, Azərbaycan bayrağı. Bu, olmuşdu, dünənləri şuar verirdilər. İndi bu şuarı harada veriblər, nə cür veriblər, nə cür olubdur, mən bilmirəm. Amma abı qırmızı, yaşıl deyə bir şuar çıxıbdır. Mən onu paylaşmışam şeydə, dostlar görə bilərlər. İftixar, bu böyük iftixardır bizim üçün ki, yavaş-yavaş iki Azərbaycanın, indi iki Azərbaycan, əgər biz federalist, müstəqil bir Azərbaycan qursaq, nə cür olar? Gələcəkdə iki Azərbaycan nə cür bir olar? Biz bir dənə konfederal qura bilərik. Yəni, Güney Azərbaycan müstəqil bir məmləkət, Quzey Azərbaycan müstəqil bir məmləkət, Türkiyə müstəqil bir məmləkət, Naxçıvan xodmuxtar bir məmləkət, Qibres xodmuxtar bir məmləkət. Baxın, bunlar bir-birinin dibindədirlər. Onun yanında indi o birisi türklər məmləkətlərinə də yapışığıq. Onlar da müstəqil. Biz bir dənə konfederal türk məmləkətləri düzəldə bilirik. Necə bu günlər bir dənə Avropa var, mərzi yoxdur, bizdə də bu ola bilər. Və bu bizə böyük bir dünya səviyyəsində, dünya çapında böyük bir güc olar. Gəlin,
Əgər Ukraynanın savaşına diqqət buyursanız nəqşələrdə, görəcəksiniz ki, nəqşələrdə Rusiya Asiyadan yekədir hətta. Yəni, çox uzundur Türkiyə, çox böyük məmləkətdir. Mən Kanadanı dünyanın böyük məmləkəti bilirdim. Bəli, indi Rusiyaya baxanda nəqşələr görünür, Kanada onun 3-dən 1-i cəndir. Yəni, Kanadanın eni boyu 5000 ta 6000 kilometridir. 6000 kilometr sağdan soluna, yəni gün çıxandan gün batanına gedəndə 6-7000 kilometrdir. Amma indi siz baxırsınız, görürsünüz ki, bəlkə də çoxdur, bəlkə də 7000 kilometrdən çoxdur. Baxmamışam dəqiq. Amma Rusiya 3 qatdır. 12-13 min kilometr heç olmasa, yəni fikir edirəm, heç olmasa uzunluğudur Rusiyanın. İndi siz görün, Türk Cumhuriyyəti əgər Türkiyədən, yəni Balkanın oradan, Bulqaristanın mərzindən başlır, gəlir, gedir Çinə qədər. Bu enidir. Yəni Rusiyadan çox böyük oluruq. 350 milyon cəmiyyətimiz olur. Və neft bizim torpaqlarımızda çoxdur. Mədənlər çoxdular. İnsanlar işləkdilər. Və məsələn, Güney Azərbaycan yarı quraqlıq bir yerdədir. Düzdür, dağlıqdır, amma yarı quraqlıqdır. İndi əgər bunlarla bir-birə yapışsa, görəcəksiniz ki, bizim torpaqlarımız o qədər böyükdür ki, bu əhəmiyyəti yoxdur ki, bura yarı quraqlıqdır. Bəs, indi ki, görürük, Farslar çox sullanıblar bizim üstümüzə, çox istəyirlər bizi təhqir edirlər radio, televizyonda, fulanda, bəhmanda. Bunun illəti budur ki, biz gücləndikcə onlar dəliləşirlər. Onlar ağılların əldən verirlər. Bu bizim gücləşmağımızın əlamətidir. Bunu davam verməliyik. Ondan sonra dedi ki, əgər gördünüz ki, düşmən birdən-birə indi Xameneyi sabahlar gəlir ki, türkü dili rəsmi. Deyir, bunu görsətməkdir ki, onlar nə edirlər? İstəyirlər ki, bir toğtələri var. Toğtələri nə mənədir? Ona deyərək diqqətlimiz olsun. İndi bu günlərçiləri başlayaq. Deyir ki, əgər gördünüz, dəlilsiz düşmən deyir ki, gəlin başlayaq şey eləyək. Əlbəttə, Güney Azərbaycanda indi Güney Azərbaycan Cumhuriyyəti ilə, Türk Cumhuriyyəti ilə İran İslam Cumhuriyyətinin arasında dəlilsiz bir şey yoxdur. Heç hər şey bəllidir. Bizim gücümüz, onların gücü və burada bir millətləri biz yanımıza çəkməyə çalışırıq. Farslardan uzaqlatmağa çalışırıq, Farsları tək salmağa çalışırıq. İran içəridən zahirən həm ruhsal, həm iqtisadi, həm ictimai, həm dilsəl, hər cəhətdən İran bölünüdür. Xüsusən Fars dili bunu bölübdür. Yəni biz bölməmişik. Yəni bizlər bölücü deyilik, dostlar. Fars dili bölücü olduğu üçün biz o bölücülüğün, tohin, təhqirin qəbul eləmirik. Qutardı getdi. Yəni, biz bölücü deyilik, biz istiqlalımızı istəyirik. Həm də ki, biz işğal olmuş bir torpağıq, millətik. Yəni, şey deyil ki, dav tələbana biz İrana yapışmamışıq ki. O zaman ki, mən deyirəm, Güney Azərbaycan Türk Cumhuriyyəti İran İslam Cumhuriyyətinin qabağındadır. Bunu deyəndə deyirik ki, Güney Azərbaycan müstəqil dövlət olaraq federal olacaqdır. Yəni, burada belə talişlərə biz haqq verəcəyik. Necə ki, Quzey Azərbaycan Cumhuriyyətində görürük ki, talişlər ana dilində dərs oxurlar. Hətta bizim bir dostumuz var idi, yəni ərəblərdən, cənab Bəni Turuq, getmişdi Azərbaycan Cumhuriyyətinə. Deyir, mən getdim bir dana mərzdə bir kəndə getdim ki, bunun məsələn 100 dana, 150 dana orada bu dildə danışanda adam var Azərbaycan Cumhuriyyətində. Deyir, cəlibdir, gördüm ki, bunlar ikinci dil olaraq o 150 nəfərə dövlət müəllim tərbiyyət eləyib, mədrəsə düzəldib, kitab çap eləyibdir. Mədrəsələrdə həm Azərbaycan türkcəsini oxurlar, həm də öz dillərini, ana dillərini oxurlar. O 150 ev, 100 ev. Yəni, biz bu cür bir millətik, bu cür baxmalıyıq. Bir də dostlar, xanım məsələsi, xanımlar və qızların məsələsi, dünyada biz feilən heç bir cəhətdən dünyanı keçənmərik. Yəni, ədəbiyyatda dünya bizdən qabaqdır, sinemada, hünərdə, musiqidə, nə bilim, şəhərsazlıqda, hər şeydə bizdən qabaqdır. Hüquqi bəşərdə falan da bizdən qabaqdır. Biz bunlarda Avropaya, Amerikaya yetişib poz verənmərik, onlar bizdən bir şey öyrəşənməz. Təhcə bir yer qalır. O da xanımların haqqı.
Biz xanımların haqqında gərək xanımları kollən Allah kimi görək. Xaliq görək. Yaradıcı görək. Əsli gücü xanımlara gərək verək. Kişilər xanımlara çox hörmət eləməli, boyun əyməli. Biz bu mərhələyə yetirsək, dünyaya bir sözümüz olar. Əgər düşmən bidəlil istəyən mütarik eləyə savaşdan çəkilə, müsəlləmən vəzi umuri daxiliyyəş xətərnak است. Onun iç vəziyyəti xərabdır. Və çon nigeran əs bəray yaftən möhlət nəxşi mirizəd. Deyir, amma çünki içərisindən nigerandır, onun üçün bir möhlət istir. Möhlət fikirən türkcədir. Biz də işlədərdik qədimdən. Yəni, fürsət əvəzinə deyir möhlət. Gözəldir, mən bunu kətdə eşitmişdim. Yəni, böyük nənəmdən eşitmişdim. İndi gördüm ki, burada da işlənibdir. Nəxşə tökür. Və ya çون با توجه به وضعیتمان ما را نسبت به این فریبکاری پذیرا می‌بیند می‌خواهد با درخواست متارکه سوی زن ما را رفع کند. Amma deyir, eyni halda diqqət buyurun, bu da çox mühümdür. Deyir, ya da ki, görübdür ki, biz güclənirik və ya biz onun sözünə inanırıq. Əhmədi-Necad gəlir, Xameneyi gəlir, filan gəlir, türkü danışır. Mir Hüseyn Musavi gəlir, türkü danışır. Nümayəndə məclis türkü danışır, amma məclisdə farsı danışır. Ərdəbilin nümayəndəsi danışıbdır məclisdə, bilmirəm ha vaxt danışıbdır. Calibdir, adam nənəsinə görə danışır, millətə görə. Yəni, nənəsi ölübdür, ona görə danışır. Azərbaycanın məsələsi nümayəndənin ildə bir dəfə, 2 dəfə bəxti olacaq gedib danışsın. O, əvəzin ki, Azərbaycanın, Ərdəbilin müşküllərin desin, dövlətdən istəsin ki, nə oldu? Mənim büdcəm hani, mənim qətarım hani, mənim yolum hani, gündə bu yolda neçə nəfərlər can verir, bunlar niyə belədir, niyə standart deyil, niyə bunlar yollar bu cürdülər? Əvəzin ki, niyə iqtisad bu cürdür, niyə bizim büdcəmiz yoxdur, niyə filandır? Bunları danışmaq əvəzinə ki, gedib orada anamın uşaqların ikisinə rəddi səlahiyyət verdilər, anam dıqq elədi, öldü. Hamının anası ölür. Ki, o birilərinin anası sənin anandan azdır, sən getmişsən məclisdə öz sözünü danışırsan. Deyir ki, əgər gördünüz düşmən mütarik eləyə, istir sizi, görür ki, sizin toğlanmaq gücünüz çox sevirsiniz, toğlanmasınız. Çox sevirsiniz, biri türkü danışa, siz deyərsiniz, bəlkə dünya dəydi bir-birinə. Bir fars, türk danışsın, siz onu ondan ötürü qəşik. Deyir, bu sevinmaqda, yəni biz istirik, ona sevinirik ki, bu danışdı. Deyir ki, nə cür? Onda bilin ki, o buna bilibdir ki, siz toğlanmalısınız, rahat toğlanırsınız. Onun üçün istir ki, sizin suizənniniz olsa, sizin gümanınız budur ki, bu adam bizi toğulur. Deyir, bunu aradan götürmək üçün gətirir. Və sonra sizin də hazır olmamağınızdan ya özünün hazır olmamağını düzəlsin. Sizin hazır olmamağınızdan istifadə eləsin. هنگامی که عرابه‌های سنگین شروع به حرکت می‌کنند و در جناحین دشمن قرار می‌گیرند دشمن برای نبرد سفرهای o zaman ki gördünüz düşmənin ərrabələri indi buyurun ki radio televizyonu həmlə edir sizin üstünə hər tərəfdən istir hərəkətə qalxdılar bilin ki onda istəyirlər sizə həmlə eləyirlər. Güney Azərbaycanın vəziyyəti Güney Türk Azərbaycan Cumhuriyyətinin vəziyyəti beləsi olmalıdır. در نظام به صورت فلسه های ماهی نخست عرابه ها و سپس پیاده نظام میآید. Deyir ki, diqqət buyurun, deyir ki, mən indi bilmirəm bu balıqda nə cür olacaqdır. Balığı misal vurur ki, siz balığın üstündə əvvəl şeyi görürsünüz. Bunun üstündəki o, biz deyirik, qulaq, balıq qulağı, türkçəsi balıq qulağıdır. Farsda sədəf deyirlər. O sədəf deyil. Balıq qulağı bir ayrı bir şeydir, sədəf bir ayrı bir şeydir. Amma deyək, hər nə mənə, biz balıq qulağı deyirik ona. Deyir, bu balıq qulağında əvvəl siz bunları görürsünüz, sonra məsələn, balığın özünü görürsünüz, yəni içindəki. Deyir ki, balığın qulağı da olur piyadə nizam. Yəni, onlar bir dana balığın üstündə vardır da, kiçik yapışıbdır. Deyir ki, siz bunu görürsünüz əvvəl, bu piyadə nizamdır. Sonra onun dalısından o, indi də o cürdür, indi savaşlarda zirəhi gələr. Görürsünüz, polis də şəhərdə gələndə əvvəl gəlir orada, məsələn, zirəhisin, filanın maşını qoyur, sonra motor səvarlardır, sonra da piyadələrdir, sərbazlar için gərək qaçılır o üstüzə. Hengami ki leşkeriyon düşmən با سرعت پیش می آیند
و دشمن عرابه‌های خود را سان می‌بیند خیال پیوستن به نیروهای کمکی را دارد. Deyir o zaman gördünüz düşmən sürətlə gəlir və fərmandehlər san göndərirlər oradan. Onda bilin ki, düşmənin o birisi gücləri də ayrı yerlərdən gəlirlər, bir-birlərinə yapışarlar. وقتی نیمی از افراد دشمن پیش می آیند و نیمی دیگر عقب می نشینند دشمن در صدد به dam انداختن است. O zaman ki düşmənin birazı gəlir sizə tərəf hücum edir, birazı dalıya gedir, onda sizi istirlər, ortada sallar. Buna Türkçə deyirlər ki, qurd qapanı. Bir tane da kısa bir video vardı, görsen yayılır, bunu hey görürsünüz ki Türklər düşmənin qabağına qeydiblər, qaçırlar atla, düşmən bunların dalısınca bu tərəfdən görürsünüz ki Türklər beləsi çöndülər, bir dairə şəklində o düşməni aldılar ortaya və hər tərəfdən bunu vurmağa başladılar. هنگامی که افراد لشکر به اسلحه خود تکیه میکنند لشکریان گرسنگی میکشند. Deyir o zaman ki gördünüz sərbazlar oturublar, əsləhələrinə dayanıblar, bilin ki acdılar, yuxusuzdular. وقتی که آبکش‌ها قبل از تحویل آب به اردو آب می آشامند لشکریان düşmən از تشنگی رنگ. O zaman ki o adamlar ki su daşıyırlar. Orduda qədim elə indi də bu cürdür. Yəni məsələn bir də tankerlər gərək su daşıyırlar da sərbazlara, yoxsa sərbazlar susuzdan ölərlər. Deyir amma o zaman ki gördünüz qədimdə bu cürmüş da. Məsələn gedirdilər nə bilim indi bir dolsada, nə bilim biz həymə deyirdik, həymədə ya bu dəri heyvan dərisindən bir şeylər tikirdilər. Onda su zad daşıyırdılar. Deyir gördünüz ki əgər o su daşıyanlar özləri su içirlər daşımamışdan öncə bilin ki لشکر susuzdur. وقتی دشمن امتیازی را می‌بیند ولی برای به دست آوردنش پیش نمی‌آید معنیش این است ki خسته و کوفته است. Əgər siz bir düşmənə bir imtiyaz verirsiniz və amma o istifadə eləmir o fürsətdən, bilin ki yorulublar, istəmirlər ki bir iş görürlər. هنگامی که پرندگان بر فراز اردوگاه دشمن جمع می‌شوند ordugah xali است. O zaman ki gördünüz düşmənin ordugahının üstündə quşlar dolanırlar, bilin ki boşalıbdır. Çünki orada gediblər, yemək qalıb orada, quşlar gəliblər, yeyirlər. O hər nə mənə ki qalsa da quşun hər halda. در اینجا سنتزو نحوه تشخیص را و دروغ ظواهر کار لشکر دشمن را بیان می‌کنه. Deyir indi burada gəldi buradan bu yüzdə istər desin ki nə cür təşxis verək ki bu düşmənin rəftarı doğrudur, yalandır. وقتی شب هنگام در اردوی دشمن غریب و غوغا بلند است düşmən میترسد. Deyəcək gördünüz ki gecə düşmən qışqırtı, bağırtı salır, bilin ki düşmən qorxur. Əlbəttə bu mənaya da gələ bilər ki məsələn biz şeydə gördük bu Alparslanın dizisində gördük, bundan istifadə elədilər. Düşmən qələdədir, gücü də çoxdur. Amma bizim gücümüz, Türklərin gücü azdır və qələdəni eşiklərdilər. Savaşa da bilmirlər, savaşsalar da qırılırlar. Neynədilər? Od yandırmaqla, çox gecə hay-küy salmaqla düşmənə bunu getdilər ki, taza güc gəlir, düşmən çıxdı, qaçdı. Məsələn, bu o şeylərdəndir ki, önəmlidir. سربازان دشمن چون وحشت کردند و احساس ناامنی میکنند برای ریختن ترس و ایجاد اطمینان سر و صدا میکنند. Bu bir dana rəvani bir şeydir. Dünyanın hər yerində sərbazları belə həyəcana gətirirlər. Görsə sərbazlar rejə gedirlər, əllərində, nə bilim, əllərini çox belə əcib tərpədirlər, ayaqlarını səslə, uca səslə qışqırırlar. Burada sərbazlara istəyirlər ruhiyyə verərlər. Əslində sərbazlar qorxub deyir ki, nigarandırlar. بی‌نظمی لشکریان دشمن نشانگر بی‌اعتباری فرماندهان است. Əgər gördünüz ki, bir dana orduda qaçırlar, binəzmi bu cür olacaq, qaçırlar, sözə qulaq asmırlar filan bəhman, deyir ki, bu şeydir, qarma-qarışıqdır. Deyir bu, yəni ki, فرماندهین orada gücü yoxdur, etibarı yoxdur. هنگامی که دستورات فرمانده دقیق نباشد و رفتارش فاقد اعتبار باشد افسران آشوب طلب می شود. Bir əgər فرمانده sözləri
aydın aşkar deməyək. Elə deyək ki, bəlli olmayaq, hansını istir. 2 tərəfli, 3 tərəfli, 5 tərəfli söz danışaq. Deyir ki, ya rəftarı şey olmayaq, yəni davranışı da düz olmayaq, deyir onda əfsərrəd, yəni fərmandehdən aşağı dərəcələr çox ehtimal ki, əleyhi fərmandeh şuriş eləyir. Hengami ki pərçəm və beyrəxay düşmən mürəttəbən cabəca میشوند düşmən beduni sazman deyiz. O zaman ki gördünüz ki düşmənin pərçəmləri dalbadal gedir, gəlir. Bilin ki düşmən bir təşkilatı düz deyil. Tomo adında bir mütəxəssis deyibdir ki Rukshuang vabəstə bir dövlət Lu bər Şia və در Şangşo piruz şud. Bir donası bir Çinli bir ayrı Çinliyə filan şəhərdə qələbə edildi. Tasa o Koei icazə təqib düşmən ra xواست. Bir dana fərmanda getdi, hakimə dedi ki, icazə verin biz düşməni dalısıcan gedək. Duk dedik ki, duk sözü əslən şeyə bənzəmir, Çin sözünə bənzəmədiyi üçün bu kitabda düz deyil. İlləti anra coyaşıd. Hər halda duk yəni o xan soruşdu ki, niyə istəyirsən gedəsən ulan dalısıcan? Tesa o dedi, میبینم که جای چرخ عرابه هایشان نامرتب است. Görürəm ki, bunların ərabələrinin araba Türkcədir gedibdir ərabə şeyə, farsıya. Görürüm ki, bunların arabalarının çərxlərinin yeri təyər deyir Türkcə. Təyərlərinin yeri bir xəttə deyil. Hərəsi bir cürdür. Orduda nəzmi var da, bilirsiniz, hər şey bir-birinin dalısıcan, əcədir nizam falan. Maşınlar da bu cürdürlər, gedərlər. Xüsusən indi də o cürdür dostlar. İndi də məsələn maşınlar bir-birini düz təqib elərlər, sərbazlar bir-birini düz dalısıcan gedərlər. Niyə? Çünki əgər biri ayağını qoyub bir yerə ora partlamayıb, yəni orada min yoxdur. Ayağınızı oradan eşiyə qoysaz, mümkün bir şey partlayır və sizi öldürər. Və pərçəm və beyraqhayşan be tərz rəqqətavəri avizan şudə است. Deyir ki, bunların pərçəmləri də bayraqlar. Beyraq da həman bayrağın şeyidir, Türkçəşidir, yəni şey olmuşudur, farsça olmuşudur. Deyir ki, bu bayraqları da görürük ki, çox əzib pis vəziyyətdədir, daşırlar. Mümkündür, məsələn, o sərbaz gərək bunu tutsa, əyri tutur, dalıya əyir, qabağa əyir, böyrə əyilir, buna görə o onu deyir. Be in dəlil mixahəm anha ra təqib konən. Bu görsədir ki, bunlar namunəzzəmdirlər, fərmantedən söz eşitmirlər, yorğundular, acdılar, susuzdular. İstəyirəm həmd edeyim. Əgər əfsəran be asani az ca در میروند دلیل آن است که قوایشان تحلیل رفته است. Əgər əfsərlər, fərmandehlər rahatlıqca əsəbani olurlar, bu bunu göstərir ki, az ca در میروند farsça yerlərindən qaçırlar anlamında deyil. Yəni ki, əsəbani olurlar, hövsələləri gedir, savaşırlar. Deyir ki, bunlar nədir? Bunların ruhiyyələri təzif olubdur, zəifliyibdir. Bunların ruhları savaş ruhiyyəsi deyil daxil. Hengami ki fərmandeh nəqşəhay bifaidə mikəşəd həmi xəstə həstənd. O zaman görsə fərmandeh nəqşə çəkir yalandan bura ora, bu bunu göstərir ki, hamı yorulubdur. İstəmirlər savaşalar. Hengami ki اداره و دستورات فاقد صلابت و استواری هستند روحیه افراد پایین است و افسران به شدت خشمگین میشوند. O zaman ki idarə sistemi orduda ya hər yerdə. İndi İranda idarə sistemi çox pisdir. Yəni dövlət deyir, mən rüşvə ilə, fəsadla, oyla, bu ilə, ixtilasla mübarizə eləyəcəm, zahirən də eləyir, zahirən, amma günü-gündən çoxalır. Məsələn, keçən günlərdə 2 nəfər neçə milyard dedilər, oğurlayıbdır, 10 milyard nə qədər oğurlayıblar, gəliblər xariciyə. Yəni, nədir ola bilər ki, bunlar olsun və dövlətdə şey eləməsin. Deyir ki, əgər zaman gördüyü idarə sistemi qarma-qarışıqdır və dəsturlarda icra gücü yoxdur. Yəni, Xameneyi deyir, rəhbər, rəis cümhur deyir, vəzir deyir, falan deyir, ixtilas falan, rəis qüvvəyə qəzaya dadqalar. Amma görürsünüz ki, ərzişi yoxdur, səlabəti yoxdur. Yəni, gücü yoxdur, gücsüzdür. Səlabət möhkəmlığa deyir, dayanaqlığa deyir. Deyir, görürsünüz ki, belə deyil, yəni ki, şeydir, adamlar ruhiyyələri aşağıdır və onlar ki, bu işi görürlər, rejimdən, sistemdən narahatdırlar. Yəni, bilirlər ki, bu rejim gedəcəkdir, hər kəs öz çülün sudan çəkməyə çalışır. Hər kəs çalışır ki, dibini doldurar, çünki bilir, imanları var.
Yoxsa imanı olsa ki bu getməyəcəkdir, niyə gərək oğurluq eləyə? Niyə gərək gələcəyini xətərə saxlaya? Bu adam ki, məsələn 10 milyard tümənindən qaçıbdı. Hətta 10 milyard tümən indi İranda bir pul deyil. Ha bundan deyək qaçıblar, bu ərzişi yoxdur. Çünki məsələn eşitdiyimə görə 10 milyard deyil əlbəttə, üzr istəyirəm, 10 milyard deyil. 200 min milyard elə bir oxudum mən. Ya 200 min oxudum. 200 min milyard. Yəni bu puldan ötürü qaça bilər. Çünki 1 milyard deyil ki, 1000 milyard, yəni 1000 milyard, sonra 2000, 3000, 100 min, 200 min. 200 min dana milyard. 200 min dana 1000 milyard. Pul götürübdür. Niyə bu adam qalıb orada dahi çapmır? Çünki deyir ki, nə qədər bir vaxt gecə qalsam, o qədər mümkündür ki, bir şey ola əlimdən çıxar. هنگامی که دشمن اسبان خود را جو می‌دهد و مردان جنگی خود را با گوش تغذیه می‌کند و مردان جنگی یغلاوی خود را محکم نمی‌کنند و به پناهگاه خود باز نمی‌گردند vəziyyət düşmən yəsamiz است. Deyir o zaman ki gördünüz ki atlarına yaxçı arpazat verir. İndi də bu cürdür. O zaman ki gördünüz, əlbəttə bunun bir ayrı mənası da var. İndi mən deyərəm bunu. O zaman ki gördünüz ki adamlarına ət verir, falan verir. Bilin ki bunlar vəziyyətlər çox qorxmalıdır, narahat olmalıdır. Yəni onlar bir balaca həmləmək olar. Amma mən bir dənə xatirə oxurdum şeydən, bir İsrailli ittilaat məmurundan ki şeyin yazmışdı, xatirələrini yazıbdı. İranda Ruznamə ittilaat bunları çap edir. Yalan doğru. Ruznamə ittilaatdan kitablarından birində oxudum mən bunu. Yazmış ki, biz Filistinlər hardan bildik ki, məsələn, əməliyyat eləyəcəklər, onları vurduq, öldürdük. Deyir, buradan ki, gördük, onlara yemək verirlər. O yemək verirlər ki, məsələn, keçən neçə ayda verməyiblər. O yemək bəllidir ki, bunlara axirin yeməklərini verirlər ki, sonra ölmə göndərsinlər. Bu da var. Düşmən əsban xud را جو می‌دهد و مردان جنگی را با گوش bunu oxuduq. دیر چی میکند تا نیروی طاقت آنها را افزایش دهد. اگر لشکر یغلاوی نداشته باشد غذا نمیخورد. دیر چی جلدله همان جوردوز که سربازlarını şey verir. Bunun اگر مردان جنگی به هنگام پناهگاه خود باز bunları oxuduq fərqli. هنگامی که مردان جنگی مرتبا در گروه‌های کوچک گرد هم میآیند و در گوشی حرف میزنند اعتماد لشکر از فرمانده صرف شده است. O zaman ki gördünüz ki savaşçılar indi sərbazlar, əfsərlər hər dərəcədə olsun, dərəcədarlar filanlar kiçik bir-birlərindən toplaşırlar və bir-birlərindən yavaşdan danışırlar. Deyir, bunda bilin ki, fərmandehdən soyuyublar, fərmandehə etimadları yoxdur, inanmırlar ki, o bir iş görə bilər. 122-ci səhifəyə geçdik dostlar. Üst-üstə bir səhifə yarımımız qalır, bir səhifə yarımdan da az qalır. اعطای پاداش‌های پشت سر هم نشان می‌دهد که فرمانده نیرویش به پایان رسیده و مجازات‌های پشت سر هم نشان می‌دهد که در نهایت بیچارگی است. Deyəcək gördünüz ki, dalbadal dərəcə verir, pul verir, filan verir sərbazlara filana. Bu bunu göstərir ki, gücü qutarıbdı. Bunun sözünə baxmırlar, pulla bunları saxlamağa çalışır. Yox, gördünüz ki, dalbadal mücazat edir, vurur, döyür. Yenə də baxın, bilin ki, bu da yap belə day sonudur. Pul da cəziyyəcəyim. İndi Xameneyi dəqiqən bu vəziyyətdədir. Əgər Xameneyiyə baxsınız, gündə bir timsar düzəldir. Yəni, nəyə düzəldirsən? Bu adam işin görür, həman işi görəcək, nəyə bunu düzəldirsən? Dərəcəsini çoxaldırsan. Çünki adamlar etimadına... Əlbəttə bilirsiniz, Xameneyinin bir dənə da qulaq asma sistemi var, şunut. Bu məsulların hamısının səsinə qulaq asırlar, zəbt edirlər, göndərirlər özü də bunları qulaq asır. O bilir ki, bunun dalısında nə deyirlər, indi bunları saxlamaq üçün bunlara mən bir dərəcə verim. اگر افسران نخست با قهر و خشونت با مردان جنگی رفتار کنند و سپس از آنان بترسند بی‌انضباطی به حد نهایی خود رسیده است. Əgər gördünüz ki, əfsərlər çox əcibə mücazat edirlər əllərinin altında olanları, fərmandehlər, amma sonra da onlardan qorxurlar mücazat elədiyi üçün, bilin ki, vəziyyət düşməndə çox pisdir, inzibat yoxdur. هنگامی که لشکر دشمن دارای روحیه عالی است و با آنچه در مقابل شما قرار گرفته به نبرد نمیپردازد زمین را هم ترک میکند بایستی وضعیت را عمیقا بررسی کرد. اگر o zaman ki gördünüz ki ruhiyyəsi yaxşıdır düşmənin. Yemaqışmağı yerindədir, hər şeyi yerindədir.
və sizin də qabağınızda durub, amma savaşmır və olduğu yerdən də çəkilir, deyir, onda diqqətli olun. Bunlar bir nəxşələri var. Sizi bir nəxşə yaparız. Həm ruhiyyəsi yaxçıdır, həm yemək içməyi yaxçıdır, həm nəzmi inzibatı yaxçıdır, amma savaşmır, eyni halda yerində tərk edir, yerindən gedir. Bunu görsək ki, bu bir nəxşə çəkibdir sizə. Dərcəncə, biz bunların hamısını Güney Azərbaycana qoya bilirik. Güney Azərbaycan Türk Cumhuriyyətində bunu yaraşdıra bilirik. Üstünə qoya bilirik ki, burada nə geçir. Dərcəncə, تعداد افراد به تنهایی واجد اهمیت نیست. Bu mühüm deyil ki, nə qədər adamı var savaşda. Savaşda mühüm deyil ki, birinin 1 milyon adamı var, birinin 100 min. Nə mənə mühümmüdür? Fəqət batıya ki, bu qudret nizami pişrəvi nəqolir. Təhcə bu ki, bizim adamımız var, ona və silahımız var, ona fikir verməyin. Ondan getməyin qabağa. Şikəst yiyərsiniz. Nə mənələr lazım olacaq? Kafidir ki, dəqiqən vəziyyəti düşmən را ارزیابی کنید. Kafidir ki, dəqiq, çox dəqiq, yəni çox cüz'iyyata diqqət eləyəsiniz. Görəsiniz ki, nələr geçir. Və نیروی خود را برای استیلای بر دشمن متمرکز نمایید və öz gücünüzü də toplayəsiniz, mütəmərkiz toplamaq. Toplayəsiniz ta düşmənə istila tapasınız. Yəni düşmənə qələbə eləyəsiniz, düşmənə üstün olasınız. کسی که فاقد دوراندیشی است و دشمن خود را حقیر می‌شمارد مسلماً مغلوب می‌شود. اگر bir adam ki uzaq zamanları görmür, qaba gələcəyi görmür ki, nə ola bilər gələcəkdə, mütləqa deyir ki, bu adam düşməndə həqir sayır. Deyir ki, düşmən baba əşadır, zəifdir. Deyir ki, bu dəqiqə mütləqa şikəst yər. Həm gələcəyi görmür, həm də düşməni əşağı tutur. Deyir, bəlkə düşmən şey deyil, güclü olmaz. Həmişə düşməni gördüyünüzdən güclü tutun. Həmişə. Əgər Ləşkəriyan qəbl az ki, bu da 123-cü və son səfəni oxuyuruq bu fəslidən. اگر لشکریان قبل از آنکه در وفاداری استوار قدم گردند تنبیه şevənd naferman və yağıylaşın. Deyir, əgər ordu bundan öncəki vəfadar olalar, vəfalı olalar, bunları tənbih eləyəsiniz. Hələ vəfadar olmamışdan bunları tənbih. Əvvəl gərək bunları brainwash eləyəsiniz, bunları zehnin düşmənini tanıtdırasınız, dostu tanıtdırasınız. Elə ki, bunları tanıtdırdınız, bunlar sizin yolunuzda ölməyə hazır. Vəfadarlıq belədir. Sizin yolunuzda hər nə olur olsun ölməyə hazırdır. Vətən yolunda, millət yolunda ölməyə hazır olsa buna deyirlər vəfadar. Hətta deyirlər ki, ər-arvadda vəfadar olar. Deyir ki, hər nə olur olsun vəfadar olmalıdır. Yoxsa məsələn mən iştibah eləməyəndən sonra mənim xanımım mənə vəfadar olmalıdır, təbii. Amma mən iştibah eləyəndə vəfadar ola biləcək yox. Budur, vəfadar, bu deyil ki, məsələn, nə olsun yəni, vəfadar yəni nə mənə? Yəni, biri bir zərrə çox gülsə, biri bir zərrə çox malı olsa, biri bir zərrə çox şik giyinsə, birinin nə bilim bir gözəlliyi olsa, onu, yəni bundan adam tolansa buna vəfadar deməzlər ki. Deyir, əgər bu cür vəziyyətdə olsa, bunları tənbih eləsə, bunlar nafərman olarlar. Fərman aparmazlar, əmirə qulaq asmazlar. Və əgər fərman nəbərən, istifadə əzanha döşvar است. Və əgər sözə qulaq asmazlar, onları istifadə eləyənməzsiniz. اگر لشکریان وفادار باشند ولی مجازات ها اجرا نشود باز هم نمیتوان آنها را مورد استفاده کنند. Deyir, amma ordu və insanlar vətənə, millətə vəfadardırlar. Bu vəfaları olaraq, amma deyir ki, biz burada mücazat qoyursan, mücazatı icra eləyənmirsən. Deyir, yenə də sözə baxmazlar. Gərək həm vəfadar ola, həm də mücazatlar və təşviqlər yerində icra ola. Binabərin, با ظرافت فرمان می‌دهید. Bizdə zarafat var. Zarafat yəni şuxluq. Şuxluq farsça sözdür. Yəni, əlbəttə bilmirəm, şuxi farscadır. Şuxluq yox, farsca deyil. Şuxi, şux, çirkə deyirlər. Bədənin kirinə. Biz kir deyirik türkcə, çirk də deyirlər. Çirk əlbəttə bilirsiniz, irin və çirk bu ətin, mal, heyvanzat məriz deyəndə diş məsələn sudur eləsə, ona sudur deyirik, amma içində çıxana irin deyirik. Bədəndə olan ki, məsələn, hamamda zodda yuyuruq falan, piltələnir, çıxır, ona da kir deyirik. Burada onu işlədibdir ki, binabərin, ba zərafət fərman dəhid, zərafətlə, yəni çox hünərlə. Zərafət çox zərif olmaqdır. Necə, məsələn, mən bu günlər bir rəqs gördüm.
xanım, Azərbaycanlı bir xanım rəqs edir. Elə yeriyir ki, bu elə bir yel gedir. Əllərin elə tərpədir ki, elə bir yeli hərəkət verir. Yəni siz bu rəqsi görməzsiniz çox yerdə. Deyirəm, məsələn, mən bəlkə gündə 10 dana rəqsə baxaram. Xanımlar oynurlar, ağalar oynurlar, bəylər oynurlar. Amma birdən məsələn bunların isə bir dana, iki dana görərsən ki, süzdürür. Süzdürmək. Elə süzür ki, elə bir, məsələn, süzdürmək, baxın, nədir? Yəni, dedim, elə yeriyir, elə oynur, əllərin elə tərpədir ki, elə bir xiyalı tərpədir. Elə bir ki, havanı tərpədir. Yəni, bu qədər gözəl olur. Ya, məsələn, indi məsələn, süzmək. Bir dana qabdan görürsünüz, küzəni məsələn doldurubsuz suyla, bişirməmiş küzələrdən xüsusən görürsünüz ki, buradan su üstü yaşdır. Bu süzür. Ya bir dana məsələn, nə bilim, məsələn deyim, qədim görərdiniz ki, qoru düşübdür, sınıbdır, onu aparardılar, bunu çəspinə zadına yapışdırardılar. O görərdiniz bəzi yerdən çay oradan yavaş-yavaş süzür, gəlir aşağıya, eşiyə çıxır. Buna süzmək deyirlər. Bir də var, havada da sızaq var bizdə. O da şeydir. Hava o zaman ki, bədənə geçir, soyuq o qədər soyuqdur ki, bədənə geçir, sümük üşüyür. Buna da sızaq deyərək. Yəni, sızaq o zaman olur ki, soyuq ətdən, dəridən geçir sümüyümüzə qədər. Sümüyümüz üşüyəndə buna sızaq deyirik ki, havada bir şey var, bir tüfültüsü var, bir səsi var. Hər halda. و همه را با شور و حرارت نظامی به طور یکسان تهییج کنید. Bir zərafətlə fərman verin, hamını bərabər şey eləməyin. Bunların anlamda ayrı seçkilik qoymayın, təbiiz qoymayın. Hamını bərabər təhyic eləyin, həyəcana gətirin və bunlara hərarət verin, yəni bunları şurlandırın, şur verin bunlara, həyəcan gətirin bunlara. در این صورت میتوان گفت که پیروزی تامین است. اگر insanları bu cür eləyə bilərsiniz ki, hamısı zərafətlə dəstur versə, heç kəsin göylüyünü dəyməyə, heç kəsə şey olmaya, eyni halda bunların hamısını bərabər bir səviyyədə həyəcana gətirəsiniz. Ondan sonra qətlən müvəffəq olarsınız. اگر دستورات بدون استثنا مؤثر باشند لشکریان فرمانبر و مطیع خواهند شد. اگر دستورlarınız istisnasız, yəni 100 nəfərə əmr verirsiniz, ya 10 nəfərə əmr verirsə, hamısı bunu icra eləsə, deyir ki, onda hamısı mütidirlər və fərman olur. Müti, yəni itaət edirlər. Və əgər dəsturat həmvarə müəssir nəbaşət, ləşkəriyan nafərman xواهند. Amma siz dəstur verirsiniz, amma qulaq asılmır. Bəzisi qulaq asır, bəzisi deyir. Bunda da fərmanınıza qulaq asmayacaqlar. Çox gedəcək. Əgər dəsturat fərmanda در همه اوضاع و احوال موجه باشند و به اجرا در آیند مناسبات موجود میان فرمانده کل و لشکریانش رضایت بخش است. اگر فرمانده دستور verir və bunun dəsturu hamısı itaət olunur. Hamısına sözə qulaq asırlar. Bir onda bu nə olur? Bu fərmanda qəbuldur. Millət bunu hamısı qəbul edirlər və şeydir. Əziz dostlar, bu bəxşi də qutardıq. Yəni 8-ci bölümü, fəsli qutardıq və 9-cu fəslə keçirik ki, qalsın sabaha və sabahdan biz bu fəsli oxuyarıq. Bu fəslidə 125-ci səhifədən başlayır və 134-də qutarır. Yəni 9 səhifədir. Umarım ki, bunu da 2 gündə oxuyaq və qutaraq. Yavaş-yavaş kitabın yetişirik axirlərinə deyə bilərəm. 2-3 fəsl qaldı. Ondan sonra bunlar izafi tozihlərdir ki, yenə də bu adam yazıbdır, baxarıq, görürük ki, nələr deyir, nələr demir. Sağ olun, əziz dostlar. Umarım ki, kitab oxumağı özümüzə adət eləyək, utanmayaq, riya elruq beləsi eləyək, nifaq elruq beləsi eləyək, özümüzü görsədirik, beləsi görsədirik. Yəni, gələk deyək ki, mən özümü görsədirəm, mən kitab oxuyam. Burada oxuyaq, qoy millət də istifadə eləsin. Sağ olun, sağ qalın, Allaha tapşırıq.